Elhamdülillahi Rabbil alemin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve rasuluhu. Sallallahu aleyhi ve ala alihi ve sahbihi ecma'in. Muhterem Müslümanlar, İmam En-Nevevi'nin Riyadus Salihin kitabını devam edirik. Tövbə babındayıq. Və bugün iki hədis götürəcəyik. Keçən dərsimizdə, əvvəlki dərslərimizdə biz öyrəndik tövbənin şərtlərini və dedik ki, tövbənin Allah qatında məqbul sayılması üçün, yəni Allahın tövbəni qəbul etməsi üçün şərtlər var. Bu şərtlərdən birincisini qeyd elədik, ixlas. Yəni tövbə ixlasla olmalıdır, Allah üçün olmalıdır. Sonra qeyd elədik ki, insan günahı dərhal tərk eləməlidir. Sonra dedik ki, üçüncü şərt demək peşman olmalıdır. Daha sonra bu günaha bir daha qayıtmayacağına qəti şəkildə qərar verməlidir ki, bir daha bu günaha qayıtmayacaq. Əgər niyyət etsə ki, nə vaxtsa qayıdacam, bu halda bu tövbə sayılmır. Beşinci şərt isə dedik ki, tövbə vaxtında olmalıdır. Tövbənin vaxtı var. Və bu vaxt bir ümumi vaxt var. Bu ümumi vaxt hansıdır? Günəş batdığı yerdən çıxarsa. Yəni günəş batdığı yerdən çıxarsa, bu da qiyamətin böyük əlamətlərindəndir. Bu halda tövbə qəbul olunmayacaq. Həmin gün tövbə qəbul olunmayacaq. Və ikincisi isə qeyd elədik ki, can boğaza yetişəndə, yəni insan ölüm anında ruh artıq boğaza yetişirsə və insan xırıldamağa başlayırsa, bu zaman insan mələkləri görür və bu halda da tövbə qəbul olunmur. Keçən dəfə bu 5 şərti qeyd elədik. Və növbəti hədisimiz İmam En-Nevevi Abdullah ibn Umar ibn el-Xattabdan rəvayət edir radiyallahu anhuma. Bir Peyğəmbərimiz sallallahu aleyhi ve sellem dedi: İnna Allah azze ve celle yaqbalu tawbatal abdi ma lam yughargir. Bir Allah izzətli və qüdrətli Allah insanın tövbəsini qəbul edir, qulun tövbəsini qəbul edir. Mələm yuğarğir, nə qədər ki canı boğaza yetişməyib, yəni xırıldamayıb. Nə qədər ki can vermir. Çünki can boğaza yetişdisə və insan artıq mələkləri gördüsə, bu halda tövbə qəbul olunmur. Və bildiyimiz kimi insanın ruhu, necə ki başqa bir hədisdə gəlir, xeyşumundan çıxır. Xeyşum yəni burun tərəfdən çıxır. Və insanın bədəninin ayaq tərəfindən başlayır. Yəni ayaq tərəfindən yuxarıya doğru gedir, başına doğru gəlir. Və xeyşumdan çıxır. Və necə ki bir hədisdə bir sahabə dünyasını dəyişir, deyir, gözü artıq bərəli qalmışdı. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem gəldi. Dedi ki, ruh çıxanda göz onun arxasınca baxar və gözünü örtdü. Və məhz bu vaxt, yəni insanın ruhu gəlib boğazına çatanda, insan artıq başlayır xırıldamağa və artıq mələkləri görür, yəni ölüm mələyini görür. Və bu halda artıq edilən tövbə, insan tövbə etsə də bu fayda verməyəcək. Və necə ki, Uca Allah bir ayədə buyurur ki, deyir, günah işlərdə, Nəhl surəsində günah işlər görməyə davam edən və birinə ölüm gəldiyi zaman mən indi tövbə etdim deyənlərin tövbəsi qəbul olunmur. Bunu keçən dəfə qeyd elədik. Və ona görə də insan nə qədər həyatdadır, nə qədər ruhu bədənindədir, tövbə eləməlidir. Yəni tövbəni gecikdirməməlidir. Sonra eləyəcəm və bu şeytandandır. Sonra edəcəm,
sabah edəcəm və yaxud elə adam var deyir, evlənim, namaz qılacam, eləsi var deyir ki, filan şey eləyim, filan günahı tərk edəcəm. Yəni, bunlar hamısı şeytanın vəsvəsələridir. İnsan gərək tövbəni tezləşdirsin. Və insanın nəfsi insana pislikləri əmr edir və tövbəni gecikdirməyə əmr edir. Bu şeytanın hilələrindəndir. Ona görə də insan nə qədər ki, canı bədənindədir, yəni ruhu bədənindədir, tövbəyə tələsməlidir. Yəni, bu hədis buna dəlalət edir. Növbəti hədisimiz, 19-cu hədis, uzun hədisdir. Bu hədis Zir ibn Hübeyş'dən rəvayət olunur, tabeindir. Zir ibn Hübeyş tabeindir və deyir ki, Safvan ibn Assal'in yanına gəldim, sahabədir, radiyallahu anhu. Yəni, Zir ibn Hübeyş tabein gəlir Safvan ibn Assal'in yanına. Yəni, bu hədis tabeinlə sahabənin diyaloğudur, söhbətidir. Yəni, çox faydalı hədisdir. Yəni, bu hədisdə həqiqətən də müxtəlif mövzularda çox böyük faydalar var. Yəni, İmam Ən-Nəvəvi bunu gətirib tövbə babında, amma çox faydaları var burada. İnşallah indi yavaş-yavaş oxuduqca qeyd edəcəyik. Zir ibn Hübeyş deyir ki, rahimahullah, gəldim Safvan ibn Assal'in yanına, əteytu Safvan ibn Assal radiyallahu anhu, əsəluhu anil məshi aləl xuffeyni. Onun yanına gəldim ki, xofun üzərinə məs çəkmək barədə soruşum. Yəni, bu birinci göstərir ki, insan bir məsələdə bilmədikdə onu bilənlərə yönətməlidir. Bilən insanlara yönətməlidir. Zir ibn Hübeyş tabeindir. Bu məsələdə onda qaranlıq qalan məqamlar var və gəlib sahabənin yanına ki, bunları dəqiqləşdirsin. Və sahabə deyir, Mə cəbikə yə Zir, deyir, ey Zir, nə üçün gəlmişsən yanıma? Fəqultu ibtiğa'əl ilmi, dedim ki, elm almaq üçün, yəni elm götürmək üçün. Fəqalə innəl mələikətə təzə'u əcnihətəhə li talibil ilmi ridan bimə yətlubu. Safvan ibn Assal onu, yəni soruşur ki, niyə gəlmişsən, deyir, elm almağa, biraz da rəğbətləndirir. Yəni bu əməlinə biraz da rəğbətləndirir və bildirir ki, bu tutduğun əməl, yəni elm tələb etmək, elm almaq gözəl bir əməldir və deyir ki, həqiqətən mələklər elm tələb edən kəslər üçün tələb etdiyindən razı qalaraq qanadlarını onlar üçün yerə qoyurlar. Yəni, hörmət olaraq, hörmət əlaməti olaraq. Və bu da nəyi göstərir? Yəni, elm almağın fəzilətini. Yəni, sözsüz ki, burada şəriət elmi nəzərdə tutulur. Ümumiyyətlə, Quran və hədislərdə təriflənən elm bu şəriət elmidir. Yəni, dini elm. Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin gətirdiyi, bizə öyrətdiyi elmdir. Və deyir ki, həqiqətən mələklər elm tələb edən kəslər üçün elm tələb etdiyinin, yəni istədiyindən razı olaraq, istədiyi nədir? Yəni şəriət elmi tələb etmək. Yəni buna razılıq əlaməti olaraq, hörmət əlaməti olaraq onlar üçün mələkləri, qanadlarını yerə qoyurlar. Yəni bu qeybi bir xəbərdir Peyğəmbərimiz sallallahu əleyhi və səlləm tərəfindən. Başqa hədislər də var, yəni bu barədə. Sözsüz ki, biz görmürük mələkləri. Amma yəqin inanırıq ki, belədir. Bax, qeybə iman da budur. Çünki müminin sifətlərindən biri nədir? Ən birincisi, Allah Teala Quranda, Quranı açıb oxusaq, görərik ki, Allah Teala Bəqərə surəsində, Fatihədən sonra, Bəqərədən sonra möminlərin ilk sifətini deyir ki, Əl-ləzīnə yu'minunə bil-qaybi. O kəslər ki, qeybə inanar. Və qeyb də nədir? Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin və Allah Teala'nın bizə verdiyi xəbərlərə. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bizə deyir ki, mələklər qanadlarını yerə qoyur, demək ki, yerə qoyur. Və sonra deyir ki, Zir ibn Hübeyş deyir ki, mən dedim, İnnəhu qad həqqə fi sadri əl-məshu aləl-xuffeyni bə'dəl-gâiti vəl-bəvli və kuntəmri'ən min ashabin nəbiyyi sallallahu əleyhi və səlləm fəci'tu əs'əlükə həl səmi'təhu
yezkuru fi zalika şey'a. Zir ibn Hübeyş deyir ki, mənim qəlbimdə ayaq yoluna, yəni böyük və kiçik ehtiyacını ödəmək üçün ayaq yoluna getdikdən sonra xofun üzərinə məhz çəkmək barəsində mənim ürəyimdə şübhə var. Şübhə var. Və sən də Peyğəmbər sallallahu əleyhi və səlləmin sahabəsisən. Və gəldim ki, səndən soruşum. Bu barədə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm nəsə deyibmi? Yəni fikir verin. Burada da fayda nədir burada? Fayda odur ki, insanın qəlbinə əgər nəsə bir şübhə düşdüsə, hansısa məsələdə qaranlıq qaldısa, bu halda insan dərhal onu elm əhlinə yönətməlidir, alimlərə, bilənlərə yönətməlidir. Yəni tələbələr də alimlərə yönədəcək. Yəni biz özümüzdən, tələbələr özlərindən işlə demirlər. Lakin bəzi insanlar baxırsan ki, ürəklərinə şübhə düşür müəyyən məsələdə və bu şübhəni elm əhlinə yönətmir, yəni alimlərə yönətmir. Elə şübhə ya qəlbində qalır axıra kimi, ya da emosiyalarına uyur, emosiyası buna nə dedisə onu da yerinə yetirir. Mən belə fikirləşirəm, mənə elə gəlir belədir. Yəni çoxdur belə məsələlər. Bir çox məsələlər var. Qardaşlar baxırsan ki, emosiya ilə bu məsələyə yanaşırlar. Alimlərə yönətmirlər. Bu məsələlərdən biri də Ramazanı ölkə ilə və ya Məkkə ilə tutmaq məsələsi. Bu məsələdə düzdür. İnsanın ürəyinə gəlir ki, bizdə Azərbaycanda ayı axtarmırlar. Bəs bəlkə bizdə Məkkə ilə tutaq. Amma hansı ki, alimlərə qaydanda görür, alimlər deyirlər ki, elə deyir. Yəni emosiyalara niyə uyaq? Emosiya ilə mən də Məkkə ilə tutmaq istəyərəm. Mənim də ürəyimdən bu keçir. Amma elə deyil. Alimlər bizə onu demir. Ona görə də insanın ürəyinə, müsəlmanın ürəyinə bir şübhə gəldisə, hansısa bir məsələdə qaranlıq bir məqam gəldisə, dərhal onu yönətməlidir alimlərə və bununla da ürəyində olan şübhəni çıxartmalıdır. Və sonra nə deyir? Sual verir ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bu barədə bir şey deyibmi? Safvan ibn Assal cavab verir ki, deyir, "Nəam, bəli. Kana ya'muruna iza kunna safaran aw qala musafirina an la nanzi'a khifafana thalathata ayyamin wa layalihinna illa min janabatin, walakin min gha'itin wa bawlin wa nawmin." Deyir, bəli, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bu barədə deyib. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bizə səfərdə olarkən əmr edib ki, cənabət qüslü istisna olmaqla, yəni cənabət olduğumuz hal istisna olmaqla, kiçik və böyük ehtiyacımızı ödəmək üçün ayaq yoluna getdikdə və ya yatdıqda xofları 3 gün ayağımızdan çıxartmayaq. Yəni 3 gün və 3 gecə ayaqlarımızdan çıxartmayaq. Bunu bizə əmr edib. Yəni bu hədis həmçinin göstərir ki, xofun üzərinə və yaxud corabın üzərinə məs çəkmək icazəlidir. Lakin müəyyən şərtləri var, bildiyimiz kimi dəstəmazlı geyinməlisən, həmçinin demək müddəti evdə olanda 1 sutka, səfərdə olanda 3 sutka. 3 sutka ərzində məs çəkə bilərsən. Yəni bu məsələ həqiqətən də çox önəmli bir məsələdir. Yaxşı, sual verə bilərsiniz, yaxşı, hansı daha əfzəldir? Çıxardıb yumaq, əgər ayağımda corab varsa və yaxud xof varsa, yoxsa məs çəkmək? Cavab odur ki, məs çəkmək daha əfzəldir. Məs çəkmək daha əfzəldir. Və dəlil nədir? Birincisi, dəlil bu hədis. Peyğəmbər s.ə.v əmr edərdi, deyir bizə. İkinci, başqa bir hədis, Muğira ibn Şu'bə deyir ki, rəvayət edir ki, deyir, bir dəfə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm dəstəmaz alanda ona kömək elədim, yəni su gətirdim onun üçün. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm dəstəmaz aldı və ayaqlarına çatanda Muğira ibn Şu'bə deyir ki, mən deyir, əyildim ki, xoflarını çıxardım. Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir ona? Deyir, də'humə, deyir, tərk elə onlar, dəymə. Fə inni ədxaltuhumə tahirateyni. Mən onları dəstəmazlı geymişəm. Yəni, əgər fəzilətli olmaq yumaq idisə, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm yuyardı. Amma Peyğəmbər sallallahu əleyhi və səlləm nə dedi? Dedi, tərk elə onları, dəymə.
Və bu göstərir ki, insan əgər ayağında xof varsa və yaxud corab varsa, yaxşı olar ki, məs çəksin. Çünki Allah Taala sevir ki, qulu onun qoyduğu rüsxətləri, güzəştləri yerinə yetirsin. Bu Allah sevir bunu. Və bu da bir rüsxətdir. Allahın bizə qoyduğu bir rüsxətdir. Hətta bəzi alimlər bu məsələni əqidə kitablarında qeyd ediblər. Çünki əhl-i sünnənin əqidəsidir ki, xofa məs çəkmək, coraba məs çəkmək icazəlidir. Çünki bəzi bir çox bidət əhli buna icazə vermir. Elləri var, hətta qadağan edir. Amma əhl-i sünnə buna icazə verdiyinə görə bu çox önəmli bir məsələdir. Və sonra Zir ibn Hübeyş yenə soruşur. Deyir ki, فَقُلْتُ هَلْ سَمِعْتَهُ يَذْكُرُ فِي الْحَوَى شَيْئًا Deyir, Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin əl-həva deyəndə burada, yəni sevgi barədə bir şey dediyini eşitmisən. Yəni kimisə sevmək, bir qövmü sevmək, kimlərisə sevmək. Qalə nəam, dedi ki, bəli. Kunna ma'a Rasulillahi sallallahu aleyhi ve sellem fi seferin. Febeyna nahnu indehu iz nadahu a'rabiyyun bi savtin lehu cehvariyyun. Ya Muhammed. Yenə də davam edir ki, başqa bir səfərdə idik. Peyğəmbərimiz sallallahu aleyhi ve sellemlə birlikdə. Və bir bədəvi ərəb uca səslə çağırdı, qışqırdı. Dedi, ya Muhammed. Yəni, ümumiyyətlə, bədəvi ərəblərdə biraz kobudluq olur. Yəni, bu bədəvi ərəbin belə etdiyi əməl düzgün deyil Peyğəmbər sallallahu qarşı. Həm uca səslə çağırmaq, həm də ya Muhammed deyə xitab etmək, bu sözsüz ki, düzgün deyildir. Və deyir ki, fəəcəbəhu Rasulullah sallallahu aleyhi ve sellem nəhvan min savtihi deyir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem ona, onun səsi, eyni səsi ilə eyni səslə, yəni eyni ilə cavab verdi, ona cavab verdi. Hə yəni buyur, nə istəyirsən? Yəni gözü Peyğəmbərimiz sallallahu aleyhi ve sellem çox həlim xasiyyətli idi, yəni əxlaqlı idi. Yəni o buna kobud səsləməsinə baxmayaraq Peyğəmbərimiz sallallahu aleyhi ve sellem ona yenə də onu fikir vermədi, diqqət eləmədi. Əsas onun sualını dinləmək istədi. Çünki ümumiyyətlə Allah Teala da Quran-ı Kərimdə buyurur ki: "Ya eyyuhellezine amenu la terfa'u aswatakum fawqa sawtin nabi." Ey iman gətirənlər, səsinizi Peyğəmbərin sallallahu əleyhi və səlləm səsindən yuxarı qaldırmayın. "Və la tejharu lehu bil qawli kecahri ba'dikum li ba'd." Və bir-birinizi çağırdığınız kimi uca səslə onu çağırmayın. "En tahbata a'malukum və entum la təşurun." Əgər belə etsəniz, sizin özünüz bilmədən də əməliniz batil olar. Və bu ayə göstərir ki, olmaz. Və ona görə də sahabə nə deyir? Deyir, Safvan ibn Asəl deyir ki, qultu, mən dedim ki, vayhəkə, yəni vay olsun sənin halıva. Uğdud min savtikə fə innəkə indən nəbi sallallahu aleyhi ve sellem. Səsini aşağı sal, sən Peyğəmbər sallallahu aleyhi ve sellemin yanındasan. Və qad nuhitə an hədə, yəni bu sənə qadağan oldu. Fəqalə, yəni ərəb də deyir ki, vallahi la əğdud, vallahi səsimi aşağı salmayacağım. Yəni biraz onlarda sərtlik var idi. Qaləl Ərabi deyir, əl-mər'u yuhibbul qavmə və ləmmə yəlhəq bihim. Deyir, bir insan müəyyən bir şəxsləri sevir, lakin onların dərəcəsinə çatmayıb. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm nə deyir? Deyir, əl-mər'u ma'a men əhəbbə yevməl qiyamə. İnsan sevdikləri ilə bərabər olacaq qiyamət günü. Və bu, ümumiyyətlə, hər bir müsəlman üçün bir müjdədir əslində, müjdədir. Və insan gərək fəzilət sahiblərini, yəni alimləri, bir ilk növbədə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm, səhabələri sevsin. Və bu hədis, yəni başqa bir hədis var, bunu gücləndirir. Ənəs ibn Məlikdən rəvayət olunur.
Və bir kişi Peyğəmbərimiz sallallahu əleyhi və səlləm soruşur ki, "Mətə səatu ya Rasulullah?" Yəni qiyamət nə zamandır ey Allahın elçisi? Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, "Mə a'tədtə ləhə." Yəni onun üçün nə hazırlamısan? Yəni qiyamət üçün. Və kişi deyir ki, "Mən qiyamət üçün çox əməlim yoxdur. Lakin mən Allahı və elçisini sevirəm." Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm nə deyir? Deyir: "Əntə mə'ə mən əhbəbtə." Sən sevdiklərinlə birlikdə olacaqsan. Və Ənəs ibn Məlik deyir ki, bu hədis, yəni Peyğəmbər sallallahu bu sözündən daha sevimli, biz İslam'a gələndən sonra Peyğəmbərimiz sallallahu əleyhi bu sözündən daha sevimli bir söz eşitməmişdik. Və sonra Ənəs ibn Məlik nə deyir? Deyir, Allaha and olsun ki, mən Peyğəmbər sallallahu əleyhi sevirəm, Əbu Bəkri sevirəm, Öməri sevirəm. Və mən deyir, ümid edirəm ki, mənim əməllərim onların əməllərinə çatmasa da qiyamət günü deyir, onlarla birlikdə olacam. Və bu hədis həqiqətən də yəni hər bir mömin üçün bir müjdədir. Və mömin ümumiyyətlə, mömin insan fəzilət sahiblərinə qarşı qəlbində gərək məhəbbət olsun. Sevəsən, onlara qarşı kin küdrət bəsləməyəsən. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm ilk növbədə, sonra səhabələri, həmçinin alimlər, böyük alimlər. Yəni insan gərək qəlbini salamat etsin və bu sevgi ilə nə vaxt olur? Gərək qəlbini kin küdrətdən uzaqlaşdırarsan onlara qarşı. Və biz görürük dövrümüzdə bəziləri var, bəzi firqələr, bəzi alimlərə qarşı məsələn ürəklərində nifrət var. Bəzilərində isə bəzi sahabələrə qarşı nifrət var. Və bu səbəbi nədir? Bunun səbəbi budur ki, qəlbdə kin-küdrət var. Və ümumiyyətlə bu hədis mömin üçün böyük bir müjdədir. Görürsünüz Ənəs ibn Məlik nə deyir? Deyir ki, biz İslamı qəbul edəndən sonra Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bu sözündən daha başqa bir sözə sevinmədik. Çox sevindik bu sözündən. Çünki müjdədir. İnsan sevir. Sevməyi ilə Allah onu mükafatlandırır və sən qiyamət günü həmin insanlarla birlikdə olacaqsan. Və deyir ki, sonra davam edir Safvan ibn Assal, deyir, فَمَا زَالَ يُحَدِّسُنَا حَتَّى ذَكَرَ بَابًا مِنَ الْمَغْرِبِ. Yəni əsas İmam Ən-Nəvəvi buna görə qeyd edib, hədisi bu yerinə görə gətirib. Deyir, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm davam elədi öz sözünü, yəni Bədəvi ərəb soruşmağa davam etdi. Başqa bir rəvayətdə gəlir ki, Bədəvi ərəb ondan tövbə barədə soruşur. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm məğrib, yəni gün batan tərəfdən bir qapı barədə danışdı. Və bu qapının eni demək bir atlının 40 il və ya başqa bir rəvayətdə 70 il gedəcəyi məsafəyə bərabərdir. Yəni bu qapının genişliyi bir atlının qapının bir tərəfindən digər tərəfinə 70 il müddətində gedib o həmin digər tərəfinə çatır. Yəni belə bir geniş qapıdır. Və sonra Sufyan, yəni hədisi rəvayət edənlərdən biri deyir ki, Sufyan Qibələ Şəmi, yəni bu hədis əlavə edir. Yəni Sufyan əlavə edir bu hədisə. Şam tərəfdədir bu qapı. Xalaqahullahu Teala yevmə xalaqas-semavati vel-arda meftuhan lit-tawbati la yughlaqu hatta tatlu'aş-şemsu minhu. Bu qapı məğrib tərəfdədir, yəni gün batan tərəfdədir və Allah göyləri və yeri yaratdığı gün onu yaratmışdır və o açıqdır. Açıqdır ta ki günəş o tərəfdən, yəni gün batan tərəfdən çıxana qədər həmin qapı açıqdır. Yəni Allah tövbələri qəbul edir. Fikir verin, bu qapının genişliyinə baxın. Və bu qapının genişliyi nəyi göstərir? Bunu göstərir ki, insan heç vaxt deməməlidir ki, günahlarım çoxdur, Allah mənə bağışlamaz və ya günahlarım böyükdür. Yəni bu qapı genişdir və bu qapı açıqdır.
ta qiyamət yaxınlaşana qədər, yəni günəş məğribdən çıxana qədər. Və ona görə insan nə etməlidir? Tövbə etdiyi günahları böyük görməməlidir Allahın mərhəmətinin qarşısında. Həqiqətən də Allahın mərhəmətinin qarşısında günahlar kiçikdir. Nə cür böyük günah olursa olsun, nə cür deməli çox olursa olsun, tövbə qapısı açıqdır. Tövbə qapısı açıqdır və Allah Teala tövbələri qəbul edir. Bu qədər qardaşlar bu hədis barədə və Allahdan istəyirəm ki, Allah Teala bizi eşidib faydalanlardan etsin. Allah Teala bizi sabit eləsin bu dində. Allah Teala bizi qiyamət günü Peyğəmbərimiz sallallahu əleyhi və səlləm və onun səhabələri ilə birlikdə həşr etsin və onlarla birlikdə cənnətə daxil etsin. Və sallallahu alə nəbiyyinə Muhammedin və alə alihi və ashabihi əcməin.